Salam, bu videoda İspaniya haqqında danışacağıq. İspaniya Piriney yarımadasında yerləşir və inzibati ərazi quruluşuna görə 2018-ci ildən unitar, idarəetmə forması isə monarxiya hesab edilir. Sərhəd olduğu ölkələr Portuqaliya və Andorra, həmçinin də Fransadır. Fransa ilə sərhədində Piriney dağları yerləşir. Ən hündür zirvəsi Pic de Anote zirvəsidir, 3404 metrdir. Həmçinin də cənub-şərq hissəsində Əndəlüs dağları yerləşir. Və qeyd etdiyimiz bu dağlar Alp qırışıqlığına aiddir. Lakin ərazisinin böyük hissəsi Paleozoy erasında yaranmış ərazidir, yəni qədim qırışıqlıq vilayətinə daxildir. İspaniyada materikin ucqar, daha doğrusu qitənin ucqar cənub nöqtəsi yerləşir. Mərakeş və yaxud da Marokko burnu Avropa qitəsinin cənub nöqtəsidir. Paytaxtı Madrid şəhəridir. Təxminən 4 dərəcə qərb uzunluğunda yerləşir. Ərazisi 3 yarımkürədə yerləşir. Kiçik bir hissəsi şərq yarımkürəsində, böyük hissəsi isə qərb yarımkürəsində yerləşir. Həmçində şimal yarımkürəsində yerləşir. Sahilləri Biskay körfəzi suları və Aralıq dəniz suları ilə yuyulur. İnkişaf etmiş ölkələr siyahısına daxildir, lakin inkişaf etmiş ölkələrin orta inkişaf göstəricisine malik olan ölkələr qrupuna daxildir. Əsas çayları Qvadiana çayıdır. Mənsəbi Portuqaliyada yerləşir. Taxo və Doro çayları hesab edilir. Kanar adaları və Balear adaları bu dövlətə aiddir. Ərazisi subtropik iqlimin Aralıq dəniz tipində yerləşir. İnkişaf etmiş ölkə olduğuna görə polisentrik quruluşa malikdir. İspaniyanın mərkəzi aqrar-iqtisadi rayonlara daxildir. Zeytun yığımına görə birinci hesab edilir. Əlcəzairdən sualtı qaz kəməri çəkilmişdir. Ərazisi Aralıq dəniz iqlimində yerləşdiyinə görə cod yarpaqlı həmişəyaşıl meşə və kolluqlar təbii zonası geniş sahə tutur.